ali ixtisaslı kadram. Mən niyə dağın başında uçuq söküb bir dənə, ucqar bir dənə yerdə işləməliyəm? Və sizdə stil sistemlərin hansı forma? Yoxdur, odunla. O da hara yaşırsandan sonra, amma ayağı qaldırandan sonra sayla 8 dənə yoldaşım getdi, kötük gətirdi. Hansısa musiqi məktəbinin həyətindən. Valla o kötüyü də bölsən heç oradan 2 metr odun çıxmır. Bu buxalteriya da mənə zəif olur ki, hə, heç də biz sənə 10 metr odun yazırıq ki, həftə qol çəkərsən. Dedim, niyə siz mənə 10 metr odun vermişsiniz? Yox, biz elə yazırıq. Mən qol çəkərsən deyiləm. Uzaq başı 2 metr odundan qol çəkərəm. Yəni o 10 metr deyib 2 metr göndərməkdə yəqin yeyinti var da bu. Yəqin ki, da indi bu an yox, sonra məqsəd nədir? Bəs 10 metr yazıb 2 metr göndərmək. Yəni ki, ortada nəsə pul siləsidilər, ya nəsə eləyəsidilər, yəni hansısa bir yiyinti. Təminat hardan təşkil olursa, bu odun təminatı. Odun təminatı, bu meşə idarəsi var. Hələ əvvəl lap istilikdən ötürü müraciət edəndə, bu Ramin Məmməd dedi ki, bizim buxaltır. Güyaxan, mən sənə yazıb verəcəm, belə göndərir. Gedərsən meşə idarəsində Şəkinin ən ucqar kəndində, İnçə Zunub deyilən bir ərazidə. Gedərsən ora, hə, gelib filan kəsə qol çəkdir, ona qol çəkdir. Mən bunlarla elə zarafat elədim ki... Və çatdırılma kim tərəfindən? Biz, özümüz, bütün xərci öz cibimizdən qoymalıyıq. Hə, o mənim üçün maraqlı. Yəni, özümüzdən eləməliyik. Amma özümüzdən, öz cibimizdən eləsək də, bunları gələndə, məsələn, tax ki, mən oradan, tax ki, 10 kub odun alıramsa, bu mənim üstümə yazasıdır, bu da 50 kub. Yazıb qol çəkdirəsidir. Mən də hər dəfə bunların belə şeylərinə həmişə etiraz eləmişəm ki, mən düzgün işləməyə xoşlayıram. Çünki bu elə bir şeydir ki, bu qol elə bir şeydir ki, məsələn, sabahlarım mən üstümə 8 dənə stol yazılır, amma 3 dənə stol verilir. Sabah siz getdiniz, başqa bir adam gəldi. Gəlib mənə yoxlayanda, mənə deyəsidir, bu 5 dənə stol sən hara eləyə bilərsən. İndi stol da elə bir şeydir ki, valla kağız da öyle, odun da öyle, deyəsən ki, yazdım, tulladım və yaxud da yandırdım, tulladım. Bu gözlə görünən şeydə ən azı bu 15-20 il qalmalıdır da yerinə. Valla bunların həmişə mən belə şeylərinə etiraz eləmişəm. Heç vaxt istəməyiblər ki, anda hər şey etiraz edən işi biz deyil. Biz niyə yanımızda saxlamalıyıq ki, bizim hansı sirrimizi niyə bu adam bilməlidir? Belə xoşa gəlməyən hallar var. Kəmal xanımın... Sizin idarənizin, yəni belə deyək, texnikası yoxdurmu ki, sizin odunlarınızın daşınmasında? Yox. Əvvəl var idi, o vaxt var idi. Mirvar xanım dövründə. Yox, şimdi deyirsiniz ki, bərbad bir yerdə oturuq. Kitabxanamız bərbad. Onun təmir üçün heç pul ayrılmır. Yox, heç bir pul ayrılmır, yox. Yox, ayrılıb bəlkə xəbəriniz yoxdur, yoxsa ayrılmıyor. Bizim tərkibimizdə deyil o bina. Təhsil Nazirliyinin tərkibində olan binadır. Yəni Şəki, Zaqatala Regional Təhsil İdarəsinə baxan binadır. Deyəndə də deyir ki, mən balansım deyil ki, mən öz balansımda olmayan binanı remont eləməliyim. Deyirəm, yaxşı ki, təhsil idarəsi deyim. Yox ki, ev olanı deyil, yadına deyil, daşsalına deyil. Bizdən şey istəyəsiz.